Qarşılıqsız sevgi düşünün kimədir? Özümüzü belə qarşılıqlı sevirik. Özümüzü belə daha uğurlu olanda sevirik. Özümüzü belə öz məqsədlərimizə çatanda daha çox sevir, daha çox fəxr edirik. Hətta onda belə özümüzdən gözləntimiz o qədər çox olur ki, nə isə etməyəndə o dəqiqə yetərsiz hiss edirik, tükənmiş hiss edirik, gecikmiş hiss edirik. Əsasən də sosial mediada baxırıq, xoşbəxt görünən gözəl həyatlara. Bu əksər hallarda təbii ki, dırnaqarası olur və deyirsən ki, mən də vaxtında bu işə başlasaydım, indi haralardaydım deyib özümüzü bir yerlərə gecikmiş hiss edirik. Yaşımızın o yaş olmadığını düşünürük və yaxud da ki, ailə qurmaq məsələsində kimsə bir uğursuz münasibət yaşayıbsa, yenidən başlaya bilmir deyə özünü gecikmiş hiss edir. Fikirləşir ki, artıq onun zamanı keçdi. Dünyada uğur qazanmış insanların əksəriyyəti çox gec yaşlarında başlayanlar olublar.